peyvənddən qorxan Bigimot. Fildən milçəyə qədər hamı mütləq təcili olmalıdır, sarılıqdan peyvənd. Təsadüfən, bilmirsiniz bizi nə vaxt peyvənd eləyəcəklər, hə? Bilmirsiniz bizə nə vaxt peyvənd vuracaqlar, hə? Qulaq asın. Bilmirsiniz bizi nə vaxt peyvənd eləyəcəklər, hə? Nə vaxt lazım bilsələr, onu da eləyəcəklər. Bağışlayın. Deməz peyvənd vuranda çox ağrıdır. Bilmirəm. Deyilənə görə yox, boş şeydir. Nəysə. Və salam, bağladım. Bağışlayın. Doğrudan da peyvənd boş şeydə. Və salam. Ədəbsizə bax. Belələrinin üzündən çimərliyə də gəlmək olmur. Utanmaz. Bağışlayın.
Ah, bu sensen Marabu. Yəqin peyvənd barədə hər şeyi bilirsən, hə? Narahat olma dostum. Gel gedək. Evdə sənə hər şeyi başa salaram. Peyvənd çox mühüm bir şeydir və heç də qorxulu deyil. Burada Begemot kimdi? Kimdi? Size çağırış veregesi var. Çağırış vərəqəsi hara çağırırlar? Savadınız var, özünüz okuyun. Xahiş eləyirik. Peyvənd olmağa gəlin. Gəlin. Ah, mən hardayam? Ay səni qorxaq. Burada qorxulu heç nə yoxdur. Gedək peyvənd etdirək. Həkim bir balaca sancacaq və salam. Sən əlimdən tutacaqsan, hə? Əlbəttə tutacam. Demək siz bu ağrılı prosesdir. Ne danışırsınız? Boş şeydi. Bak, vesselam. Növbədə kimdir? Oh, Begemot. Buyurun. Begemot hardadır? Bayaqdan buradaydı axı. O hara gedə bilər? Mən bilmirəm. Begemotu güdməli deyiləm ki. Hardadır o? Doğrudan o hara getdi? Begemot yoxa çıktı. Begemot itib? O hara gedib? Begemot, sizin növbənizdir. Begemot hardadır? Begemot! Begemot! Begemot hara getdi? Begemot! Begemot! Begemot hanı? Hanı o? O hara yoxa çıxdı axı? Ah, tapdım. Begemot buradadır. Qorxaq gör hara dırmaşıb. Düş aşağı, aşağı düş. Aşağı düş. Aşağı düş. Utanmırsınız, qorxmayın. Özünüzü ələ alın və dərhal aşağı düşün. Qorxma dostum, aşağı düş. Bax, mən də yanındayam. Əlimdən tutacaqsan, hə? Tutacam, əlbəttə tutacam. Buyurun gəlin. Gəlin, gəlin. Sizə nə olub? Nə yaman tərləmisiniz? Zövqlər müxtəlifdir. Kimi qaşdı qovdu oynamağı sevir, kimi də tərləməyi. Ay, mən də elə bildim ki, qorxudan tərləyib. Nə danışırsınız? Heç bu boyda heyvan nədənsə qorxar? O ki qaldı balaca bir iynədən. Bax və salam. Lap yaxşı, onda işimizə başlayaq. İlahi, bu nədir belə? Sizin begemotunuzun rəngi birdən-birə niyə belə ağardı? Onun rəngi anadan gəlmə belədir. Qeyri-adi begemotdur. Dünyada bu rəngdə ikinci begemot yoxdur. Biraz bundan əvvəl o boz rəngdə idi. Düzdür, o həmişə belədir. Gah ağ olur, gah da boz olur.
Belə. Dərisi çox qalındı. Qoy başqa yer axtarım. Bir dəqiqə. Belə. Yox. Qoy gedim daha uzun iynə tapım. Öz aramızda begemotunuz qeyri-adi olmaqla bərabər, həm də çox qorxaqdır. Düz demirəm, marabu. Ne danışırsınız? Onun sadece gıdığı gelir, gıdıqdan qorxur. Deməz siz bu çox ağrıdır. Ne danışırsınız? Bu şeydi. Pıh ve salam. Bax belə, bu iynə onun ölçüsünə uyğun gələcək. O, hardadır? Begemot hara getdi? Ay, qaçdı. Akılsız begemot. O biri gün. Ne baş verib? Sənə nə olub belə? Hiçbir şey. Necə yəni heç nə, rəngin limon kimi sapsarıdır. Bu nedir? Eğer rengim ağappaq olsaydı, ben düşünerdim ki yine nedense korkuram. Axı sarıdı, sarı. Ben niye sarılmayacağım? Alo, həkimdir, salam. Heç bilirsiniz nə olub? Dostum Begemotun rəngi birdən-birə saralıb. Lap yaxşı, qoy saralsın. Bu mümkündür. Məyər özünüz demədiniz ki, o çox nadir begemot cinsindəndir? Həkim, o adi Begemotdur. Sadəcə peyvənddən dəhşətli dərəcədə qorxur, ona görə ağarmışdı. Deyirsiniz ki, adi begemotdur. Ona peyvənd vurmadığımıza görə o sarılıq xəstəliyinə tutulub. Bu dəqiqə təcili yardım göndərirəm. Rengini gördünüz? Sapsarı begemot. Hele belesine rast gelmemiştim. Meraklıdım. Görürsen o bu güzel renge harda boyanıp.
Xoş gördük dostum. Necəsən? O artıq yaxşıdır. Azizim, bana bu. Eğer bilseydin burada uzanmak ne kadar dehşetti. Hamı çimir, voleybol oynuyor. Şen mahnılar dinleyirler. Mense burada tek kalmışam. Ağlama, az qalıb tezliklə sağalacaqsan. Ben çok darıxıram. Hiç olmasa mənə nağıl danışa bilərsən, ha? Danış. Danışaram. Biri var idi, biri yox idi. Bizim bu begemot peyvənddən dəhşətli dərəcədə qorxardı. Ha, bakın. Ona ne oldu? Diyesin o hakikaten de gayriadi begemottu. Yox, doktor, o adi begemotdu. Sadəcə peyvənddən qorxduğu üçün utandığından qızardı. Filmin sonu.